Hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz ismin qursa növləri olacaqdır. Və biz söz yazını keçərkən qeyd etmişdik ki, sözlərin qursa 3 növü var. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. Və ismin də bu qaydaya uyğun olaraq qursa 3 növü olacaqdır. İsmə daxil olan sözlərin qursa 3 növü olacaqdır. Sadə isimlər, düzəltmə isimlər və mürəkkəb isimlər. Və təbii ki, bugün biz mövzumuz olacaq sadə isimlər və bir də adlardan düzələn düzəltmə isimlər haqqında danışacaq. Və təbii ki, birinci olaraq başlayaq sadə isimlərdən. Sadə isimlər, biz söz yazında sadə sözlər haqqında danışarkən qeyd etmişdik ki, sadə sözlər ya bir kökdən ibarət olacaq, ya da kök və qrammatik şəkilçi və qrammatik şəkilçilərdən ibarət olacaqdır. Sadə isimlər də eynən bu qaydadadır. Sadə isimlər də ya bir kökdən ibarət olacaq və ya bir kök və qrammatik şəkilçi və ya qrammatik şəkilçilərdən ibarət olacaqdır. Nümunələrə baxaq. Kitab sözü qursa sadə isimdir, çünki bir kökdən ibarətdir. Kitablar da sadə isim olacaqdır, çünki bir kök və qrammatik şəkilçidən ibarətdir. Kitabın da həmçinin bir kökdən və bir qrammatik şəkilçi, ın mənsubiyyət şəkilçisindən ibarətdir. Bu da sadə isimdir. Bu da kitabların sözü də, ifadəsi də sadə isimlər sayılacaqdır, çünki bu da bir kök və qrammatik şəkilçi və ya qrammatik şəkilçilərdən ibarətdir. Lar, cəm və ın mənsubiyyət şəkilçisi. Bəli, gördüyünüz kimi sadə isimlər, bir daha xatırladım ki, bir kökdən və ya bir kök və qrammatik şəkilçidən ibarət olur. İndi isə keçid alaq qursa düzəltmə isimləri və onun şəkilçiləri ilə tanış olaq. Bəli, düzəltmə isimlər o isimlərdir ki, biz ümumiyyətlə düzəltmə sözlər haqqında söz yazı mövzusunda danışmışdıq. Düzəltmə sözlər morfoloji yolla, yəni yeni mənalı söz düzəldən, yəni ki, leksik şəkilçi qoşularaq yaranan sözlərdir düzəltmə sözlər və bu leksik şəkilçi, yəni yeni mənalı söz yaradan leksik şəkilçi sözü qoşularaq sözün əvvəlki mənasını tamamilə dəyişir və yeni bir söz düzəldir. Yəni düzəltmə söz yaradır və düzəltmə isimlər də məhz bu yolla, bu qayda ilə yaranacaqdır. Yəni yeni mənalı söz düzəldən, yəni leksik şəkilçi qoşularaq meydana gələndir. Nümunələrə baxaq. Məsələn, dənizçi də, görüş də hər ikisi düzəltmə isimlərdir və baxaq görək necə yaranmışdır. Dənizçi sözü kökü dəniz ismidir və biz bilirik ki, dəniz su kütləsi olan coğrafi obyektdir və buna çi leksik şəkilçi artırıldı və əvvəlki mənasını olan, yəni su kütləsi mənasını tamamilə fərqli bir məna, sənət peşə mənasını yaradan yeni bir söz yaratdı və nəticədə düzəltmə isim yaranmışdı. Dəniz isimdən dənizçi ismi yaranmışdı. Burada isə gör feili, görüş isminin kökü gör feilidir. Görmək feilindən, görmək bir ki, yəni görmək, baxmaq mənasında hərəkətdir. Bu da görmək hərəkətindən, yəni baxma hərəkətindən görüş ismi meydana gəlmişdir və gördüyünüz kimi bu da əvvəlki üç şəkilçi qoşuldu və əvvəlki mənasını tamamilə fərqli bir yeni bir məna yaratdı. Yəni bir nitq hissəsini tamamilə başqa bir nitq hissəsi yaratdı. Feildən isim yaratdı. Və bu da təbii ki, düzəltmə isim sayılacaqdır və nümunələrdən gördüyümüz kimi düzəltmə isimlər iki yolla yaranacaqdır. Bir, adlardan düzələn düzəltmə isimlər birinci nümunədə qeyd etdik. Demək, bu da dəniz ismindən, yəni adlardan yaratmışdır. Adlardan deyərkən, yəni söhbət hansı nitq hissələrindən gedir? İsmin özündən, yəni ismin özündən yaranan isimlər ola bilər, sifətlərdən yaranmış isim ola bilər, saylardan yaranmış isimlər ola bilər, əvəzlikdən yaranmış isim ola bilər, zərfdən yaranmış isim ola bilər. Feillərdən yaranan düzəltmə isimlər isə təbii ki, feillərə qoşularaq yaranır və nümunələrdə qeyd etdiyimiz kimi. Bəli. Və indi isə biz bugün sırf adlardan düzələn düzəltmə isimlər və bu düzəltmə isimləri yaradan leksik şəkilçilər haqqında danışacağıq. Və birinci, təbii ki, başlayıq adlardan düzələn düzəltmə isimlərdən. Xatırladım ki, adlardan düzələn düzəltmə isimlər mənşəyinə görə iki tip şəkilçilərdən meydana gələcəkdir. Bunların bir qrupu milli şəkilçilərdir, digər qrupu isə digər dillərdən gəlmiş alınma şəkilçilər vasitəsilə düzələcəkdir. Əvvəlcə milli şəkilçilər vasitəsilə adlardan düzələn
adlardan isim düzəldən leksik şəkilçilər haqqında danışaq və baxaq görək adlardan düzəltmə leksik şəkilçilər milliləri hansılardır? Onları bir lövhəyə yazaq. Və həmin şəkilçiləri siz artıq görürsünüz. Deməli, bu lövhəyə yazdığım şəkilçilər ki var. Bu şəkilçilər adlardan isim düzəldən milli leksik şəkilçilərimizdir. Ç, çi, çu, çü, ça, çə, 2 variantlı, 4 variantlı l, li, lu, lü, 4 variantlı lıq, lik, luq, lük şəkilçisidir. 1 variantlı lak şəkilçisidir. 4 variantlı cıq, cik, cuk, cük şəkilçisidir. Və bir neçə variantlı olan 4 variantlı olan cığaz, cuğaz, ciyəz leksik şəkilçiləridir. Daş bir variantlı leksik şəkilçimizdir. Gil bir variantlı leksik şəkilçimizdir. Caq-caq 2 variantlı leksik şəkilçisi ki, bunlar milli mənşəli şəkilçilərdir. Bu milli mənşəli şəkilçilər adlardan düzəltmə isimlərin yaranmasında birbaşa iştirak edirlər və indi bunlara aid nümunələr qeyd edək. Məsələn, ç, çi, çu, çudan başlayaq. Bostançı. Daha sonra dəmirçi. Traktorçu. Traktorçu. Üzümçü. Və s. Və gördüyünüz kimi, nümunələrdən gördüyünüz kimi, bunlar ç, çi, çu, çu daha çox adlardan, daha doğrusu bu şəkilçi sənət peşə anlayışlı, sənət peşə mənalı düzəltmə isimlər yaradır. Lakin bəzən insan anlayışını bildirən düzəltmə isimlər də yarada bilər. Məsələn, yolçu, yalançı və daha sonra xəbərçi və s. Bu nümunələr də ç, çi, çu şəkilçisinin həm də insan anlayışı bildirən düzəltmə isimlər yaratdığını bildirir. Və ç, çi, çu, çu ilə bağlı bir istisnamız var. Biz qeyd etdik ki, bu şəkilçi əsasən adlardan isim düzəldə bilər. Lakin bir istisna sözümüz var ki, bu söz feildən isimdə düzəldə bilər bu şəkilçi vasitəsilə. Məsələn, bu istisna hansıdır? Qeyd edin bunu. Ayrıca dilənçi sözü. Dilənçi sözü kökü dilən feilidir. Daha doğrusu dil ismidir. Dil ismindən dilənmək feili, dilənməkdən dilənmək feili, dilənmək feilindən dilənmək feili yaranmışdır və dilənmək feilindən də dilənçi ismi yaratmış və görürsünüz ki, burada çi şəkilçi bu sözdə məhz feildən isim yaratmışdır ki, yəni bu söz istisnadır. Ancaq demək olar ki, bu söz əsasən, yəni bu şəkilçi əsasən adlardan isim düzəldən leksik şəkilçi sayılacaqdır və indi isə keçək digər şəkilçilərimizə. Ça, çə haqqında danışaq və buna nümunə yazaq. Meydança, dəftərçə. Bu şəkilçi daha çox kiçiltmə mənalı isim yaradır. Meydan böyük bir sahədir. Meydança isə onun kiçik bir hissəsidir. Dəftər qismən böyük bir əşya sayılır. Dəftərçi isə böyük dəftərdən kiçik bir hissəni, kiçik bir dəftəri, yəni böyük dəftərin nəzərə nisbətən daha kiçik bir dəftəri nəzərdə tutur. Yəni bu ça-ça şəkilçi daha çox kiçiltmə mənalı isimlər yaradacaqdır bu leksik şəkilçimiz. İndi isə l, li, luya aid nümunələr yazaq. Məsələn, Həsənli, Muradlı və s. Və Həsənli, Muradlı nümunədən gördüyünüz kimi daha çox soyad, yəni türk mənşəli, yəni belə ki, soyad sayılır, l, li, lu, lu, bəzən soyad kimi istifadə edilə bilər, şəkilçi kimi, soyad sonluğu kimi, daha doğrusu milli mənşəli və bəzən də nisbə də ifadə edə bilər. Məsələn, Gəncəli, Bərdəli və s. Yəni, bu insan adlarının qarşısına işlənərək nisbədə yarada bilər. Məsələn, tutaq ki, məsələn,
Heydər Bərdəli və s. Yəni bu bir növ yer məkan anlayışını yaradan nisbədə ifadə edə bilər bu şəkilçi. Və indi isə look, look haqqında danışaq. Və bu şəkilçiyə nümunələr yazaq. Əvvəlcə, məsələn, qardaşlıq, vətənpərvərlik, və gördüyünüz ki, bu nümunələrdən gördüyünüz kimi əsasən mücərrəd anlayışlı ifadələr yaranmasına xidmət edəcəkdir, isimlərin yaranması üçün lazım olacaqdır və bəzən də yer məkan anlayışını ifadə edə bilər. Məsələn, meşəlik, düzənlik və s. Və bəzən də sənət peşə anlayışını da ifadə edə bilər. Məsələn, müəllimlik, həkimlik və s. Yəni, bu da bir növ sənət peşə anlayışında ifadə edə bilər. Bəzi isimlər var ki, yəni look, ilə düzələn bəzi isimlər, düzəltmə isimlər var ki, bunlar həm konkret ola bilər, həm mücərrəd ola bilər. Məsələn, analıq, atalıq, qardaşlıq, bacılıq və s. və ilaxır. Yəni, bu tipli sözlər ki var, bu sözlər həm konkret ola bilər, həm mücərrəd ola bilər. Məsələn, analıq ismini götürək. Məsələn, bir var deyirəm ki, filan kəsin analığı gəldi. Bir var deyirəm ki, məsələn, filan kəsin analığı gəldi. Artıq burada analığı gəldi deyəndə, yəni konkret insandan gedir söhbət. İnsan da təbii ki, konkret isim olacaqdır. Və bir də var analıq hissi. Artıq burada hiss, duyğu mənasını ifadə etdiyi üçün mücərrəd anlayışda ifadə olunacaqdır. Və eyni nümunəni mən atalıq, qardaşlıq və bacılıq sözünə də aid edə bilərəm, eyni qaydadır. Və beləliklə bu tipli sözlər ki var, bu sözlər həm konkret, həm də mücərrəd isim kimi işlənə bilər. Bir sözdə look, leksik şəkilçisi həm mücərrəd anlayışı isimlər düzəldə bilər, həm yer məkan anlayışı isimlər düzəldə bilər, həm də sənət peşə mənasını ifadə edən isimlər də düzəldə bilər. Və keçək lock şəkilçisi. Lock şəkilçisi bir variantlı şəkilçidir və bu da əsasən belə deyək ki, yer məkan anlayışını ifadə edəcəkdir. Məsələn, buzlaq, yaylaq, otlaq və s. və ilaxır. Və cıq, cik, cuk, cuk şəkilçisi əsasən kiçiltmə mənalı şəkilçilər sayılacaqdır və nümunələr yazaq. Məsələn, qulaqcıq, evcik, oduncuq və s. Yəni, bu nümunələrdən göründüyü kimi bunlar bir növ kiçiltmə mənalı isimlər yazacaq. Qulaqcıq və evcik, oduncuq bunlar kiçik əşyaları, böyük əşyaların kiçik bir formatı mənasında bildirəcəkdir. Və cığaz, cuğaz, ciyəz bu şəkilçilər də kiçiltmə və əzləmə mənasında işlənə bilirlər. Məsələn, qızcığaz və daha sonra quşcuğaz. Bu kiçiltmədən daha çox əzləmə mənasını ifadə edə bilər. Qızcığaz, yəni kimsə əzləmək mənasında, quşcuğaz əzləmək mənasında və yaxud da ki, kimciyəz, ciyəz şəkilçisində bu cərgəyə daxil edə bilərik. Daş şəkilçisi də bir variantlı, bir cür yazılan şəkilçilərimizdir və bu da daha çox insan anlayışını ifadə edəcəkdir. Məsələn, yoldaş, vətəndaş və s. və ilaxır. Yəni, burada da daş insan anlayışını düzəldən leksik şəkilçi sayılacaqdır. Gil şəkilçisi də bir variantlı şəkilçidir və bu da qohumluq anlayışını ifadə edən söz olacaqdır. Məsələn, əmimgil, dayımgil, xalamgil və s. və ilaxır. Bu kimi nümunələri biz çəkə bilərik. Caq-cəh şəkilçisi isə əşya anlayışını ifadə edən, daha çox əşya anlayışını ifadə edən, yəni cansız əşya anlayışını ifadə edən
leksik şəkil sayılacaqdır. Məsələn, oduncaq, əlcək və s. Əlcək, yelləncək. Daha sonra yelləncək burada feillərdən düzəldən şəkilsi. Onu biz feillərdən düzəldən şəkilsi haqqında danışarkən yazacaq. Burada isə cək, caq və cək iki variantlı şəkilsi kimi işlənəcəkdir. Oduncaq və əlcək kimi. Ancaq feillərdən yaranan şəkilsi kimi işlənəcəksə bir variantlı şəkilsi kimi götürüləcəkdir. Və belə gördüyünüz kimi adlardan düzəltmə isimləri yaradan leksik şəkilçilərin bir qismi olan milli şəkilçilər haqqında danışacaq. İndi isə adlardan isim düzəldən alınma leksik şəkilçilər haqqında danışaq. Həmin şəkilçiləri siz artıq lövhədə görürsünüz. Bunlar alınma şəkilçilərdir. Adlardan düzəltmə isim yaradan alınma şəkilçilərimizdir. Ki, bunların böyük əksəriyyəti demək olar ki, hamısı bir cür yazılan şəkilçilərdir. İyyat, iyyət, məsələn, dar şəkilçisi, keş şəkilçisi, stan və s. bu kimi götürə bilərik. İvi şəkilçisi, şurnaz şəkilçisi, gər şəkilçisi, ov şəkilçisi, zadə, xana, pik şəkilçisi, baz şəkilçisi, saz şəkilçisi, gah şəkilçisi, kar şəkilçisi və anaq şəkilçiləri ki, bunlar hamısı alınma şəkilçilərdir və bunlar bir cür yazılan adlardan düzəltmə isim yaradan leksik şəkilçilər sayılır və indi isə bunlara dair nümunələr biz qeyd edək. Məsələn, tutaq ki, burada bir nümunəni qeyd edək. Ezamiyyət. Ezam ismindən ezamiyyət ismi yaratmışdır. Ezamiyyət və yaxud da ki, ədəbiyyat. Və daha sonra biz davam edək. Digər şəkilçiyə baxaq. Məsələn, dar şəkilçisi. Dar şəkilçisi iki cür şəkilçidir. Həm adlardan isim yaradacaq, həm də adlardan sifət yaradacaq. Adlardan isim yaradacaqsa, təbii ki, bu kim sualına cavab verəcəkdir. Məsələn, xəzinədar. Kim xəzinədar və daha çox bir növ sənət peşə əlaqəsini ifadə edəcəkdir. Hesabdar. Hesabdar. Hökümdar. Hökümdar. Bunlar düzəltmə isimlər sayılacaqdır. Çünki daha çox kim sualına cavab verəcəkdir. Və dar şəkilçisi həm də sifət düzəldə bilər və bu zaman sadəcə olaraq necə sualına cavab verəcəkdir. Sifət kimi necə olacaq? Nümunələr yazaq, sifət kimi bir neçə dənə. Məsələn, tutaq ki, evdar, əməkdar və s. Necə? Evdar qadın, məsələn, necə qadın, hansı qadın, evdar qadın, əməkdar insan, necə insan, əməkdar insan və s. Yəni, bunlar da sifət kimi biz işlədə bilərik və bu zaman necə, nəcür, hansı sualına cavab verəcəkdir. İsim kimi isə kim sualına cavab verəcəkdir. Və gələk keş şəkilçisi. Keş şəkilçisi də eyni qaydada həm düzəltmə isim yaradacaq adlardan, həm də sifət yaradacaqdır. Məsələn, keş isim kimi zəhmətkeş, kim sualına cavab verəcək? Zəhmətkeş, kim? Zəhmətkeş. Və daha sonra dəmkeş, nə dəmkeş, nə sualına cavab verdi və ism oldu. Və yaxud da azarkeş, kim? Azarkeş. Və bu da kim sualına cavab verdi və ism oldu və sifət sualına cavab verəcəksə, necə, nəcür, hansı sualına cavab verəcəkdir? Məsələn, qayğıkeş, necə? Qayğıkeş. Və bu məqamda, yəni diqqətli olmalıyıq, sadəcə olaraq sual verərək biz bunu tapa bilərik. Və yaxud da ki, əzabkeş, necə? Əzabkeş, necə sualına cavab versə və bu zaman artıq bu sifət kimi işlənəcəkdir. Və stan yer məkan anlayışını bildirən şəkilçilərimizdən biridir. Məsələn, Gürcüstan, Dağıstan, və yaxud da Gülüstan və s. Və gördüyünüz kimi burada stan şəklindədir. Dağıstan da ıstan şəklindədir. Yəni, bu müxtəlif variantlarda ola bilər. Gülüstanda da yenə də üstan gördüyünüz kimi bu şəkildə götürüləcəkdir. Və davam edək. İvi şəkilçimiz, leksik şəkilçimiz əsasən
nisbə anlayışı ifadə edəcəkdir. Yəni yer məkan anlayışı bilən nisbə ifadə edəcək. Məsələn, gətirən Təbrizi. Təbrizi burada nisbə anlayışı ifadə edəcəkdir. Və yaxud da ki, Nizami Gəncəvi. Yəni burada Gəncəvi nisbə anlayışını ifadə edəcəkdir. Yəni burada IV şəkilçisi isim kimi düzəldilirsə, artıq bu nisbə anlayışı ifadə edəcəkdir və kim sualına cavab verəcəkdir. Və bəzən IV burada sifət də düzəldə bilər. Və bu zaman artıq o sifət kimi düzəldilirsə, necə sualına cavab verəcəkdir. Məsələn, ailəvi, necə ailəvi, tərbiyəvi, necə tərbiyəvi söhbət, məsələn, necə söhbət tərbiyəvi. Bu da artıq sifət olacaqdır. Və yaxud da ki, məsələn, tibbi yardım, necə yardım, tibbi yardım. Və yaxud da ki, hərbi əməliyyat, necə əməliyyat, hərbi əməliyyat. Burada da sifət kimi olacaq. Çünki necə, nə cür sualına cavab verərək olacaqdır. Və əgər isim kimi işlənsə, o zaman kim sualına cavab verəcək və yer məkan anlayışı olaraq nisbə anlayışını ifadə edəcəkdir. Şünas da sənət peşə mənasını ifadə edəcəkdir. Məsələn, hüquq şünas. Və s. Gəl bir cür yazılan şəkilçilərimizdir. Məsələn, misgəl, zərgəl, kimyagəl və s. Bu da bir növ sənət peşə anlayışını ifadə edən düzəltmə isimləri yaradacaqdır. Ov, yev, ova, yeva bunlar soyad sonluqlardır. Məsələn, Həsənov, Həsənov, Həsənova, Həsənova, Mustafayev, Mustafayeva. Və belə davam edək. Növbəti şəkilçilərə baxaq. Zadə də soyad sonluğu ifadə edəcək və bu söz fars dilindən gəlmiş sözdür və soyad sonluğunu ifadə edəcəkdir. Məsələn, Həsənzadə, Həsənzadə. Xana şəkilçidə fars dilindən gəlmiş, ərəb farsından keçmiş sözdür. Xana ev mənasını ifadə edəcəkdir. Ancaq bizim dildə bu həm müstəqil söz də ola bilər. Məsələn, xanaları doldurun. Bu, boş yer mənasını ifadə edəcəkdir. Müstəqil söz kimi. Həm də eyni zamanda söz sonuna qoşaraq şəkilçi ilə istifadə edə bilərik və bu zaman yenə də yer məkan anlayışını ifadə edəcəkdir. Məsələn, kitabxana kimi işlədirəmsə, burada artıq leksik şəkilçi olacaqdır. Kitabxana, çayxana və s. Və burada artıq leksik şəkilçi kimi istifadə olunacaq leksik şəkilçi kimi götürüləcək. Çünki sözlərin sonuna qoşduq və biz onu yer məkan anlayışı bildirən isim kimi düzəldə biləcəyik. Yelpik də bir növ yazılan şəkilçilərimizdəndir, isim düzəldəndir yelpik. Və indi isə davam edək. Alma şəkilçilərin bir qismi haqqında danışdıq. İndi isə digər qismi haqqında məlumat verək. Alma leksik şəkilçilər haqqında. Düzəltmə isim yaradan, adlardan düzəltmə isim yaradan alma şəkilçilərin digər qismi də bunlardır. Baz, saz şəkilçisi, gah şəkilçisi, kar şəkilçisi və anaq şəkilçisidir. Və indi isə bunlara dair biz nümunələr yazaq. Məsələn, baz müəyyən bir hansı bir işlə məşğul olan şəxs mənasında götürəcəkdir. Tutaq ki, bu quşbaz, kəndirbaz və s. Və təbii ki, bu da insan anlayışını ifadə edəcəkdir. Və saz hansısa bir sənət peşə anlayışında bu ifadə edəcəkdir. Məsələn, saat, saz, sadə düzəldən şəxs mənasında, rəng, saz, rənglərlə məşğul olan şəxs mənasında, yəni sənət peşə mənasında daha doğrusu və s. Gah şəkilçisi yer anlayışını ifadə edəcəkdir. Məsələn, ziyarətgah, ziyarətgah, qərargah, qərargah, ordugah və s. və ilaxır. Və davam edək, kar şəkilçisinə gələk. Kar şəkilçisi də həm düzəltmə isim yarada bilər adlardan, həm də sifət adlardan sifət də düzəldə bilər. Əgər isim kimi, adlardan isim kimi düzəldirsə, təbii ki, bu kim sualına cavab verəcəkdir. Məsələn, zülmkar, kim zülmkar və yaxud da
sənətkar. Kim? Sənətkar. Bu kim sualına cavab verdiyində artıq isim kimi işlənəcəkdir. Sifət kimi olsa artıq bu necə sualına cavab verəcəkdir. Məsələn, sehirkar. Sehirkar insan. Necə insan? Sehirkar insan. Və ya da ki, füsunkar təbiət. Necə təbiət? Füsunkar təbiət. Və burada da necə sualına cavab verdiyi üçün sifət kimi işlənmişdir. Yəni, kar həm isim, həm də sifət üzərində bilər. Suallar verərək bunun isim və ya sifət olduğunu tapa bilərik. Anaq şəkilçisində də bir cür yazılan şəkilçilərimizdə, məsələn, tozanaq. Bu da artıq cansız əşya mənası, bir növ cansız əşya mənasını ifadə edir. Və adlardan düzəltmə isim yaradan qeyri-məhsuldar şəkilçilərimiz də var ki, bunlar dilimizdə çox az hallarda işlədilir ki, buna görə də bunlar qeyri-məhsuldar şəkilçilər deyilir və həmin şəkilçiləri də yazaq, tanıyaq. Adlardan düzəltmə isimlər yaradan bir qrup alınma şəkilçilərimiz var ki, bunlar qeyri-məhsuldar şəkilçilərdir ki, bunlar dilimizdə demək olar ki, çox az hallarda işlənir və buna görə də bunlar qeyri-məhsuldar şəkilçilər sayılır. Lakin bunlar da alınma şəkilçilər cərgəsindədir. An şəkilçisini götürsək, məsələn, tutaq ki, dövr isimdən dövran ismi yaratmışdır. Er şəkilçisini məsələn, tutaq ki, milyoner, milyarder. Deyək ki, burada da yerində er şəkilçisi bir variantlı şəkilçi sayılacaqdır və həm də qeyri-məhsuldar şəkilçidir. Yor şəkilçisini məsələn, boksyor. Zar şəkilçisi məsələn, gülzar qeyd edə bilərik. Vat şəkilçisi məsələn, xırdavat. Xırda sözünün kökü sifətdən yaratmışdır. Xırdavat sifətdən isim yaratmışdır. Xırdavat, vat şəkilçisi. Ey şəkilçisi, məsələn, güney. Ban şəkilçisi, məsələn, bağban. R şəkilçisi, məsələn, tutaq ki, reform, reaktiv və s. Və belə. Bu da alınma şəkilçilərin bir qrupu olan və dilimizdə çox az şəkildə işlənən qeyri-məhsuldar şəkilçilərdir, hansı ki, bunlar da adlardan düzəltmə isimlər yarada bilir. Və belə daha bir video dərsin sonuna gəldik, çıxdıq və biz bugünkü dərsimizdə, bu dəfəki dərsimizdə ismin quruş növlərinə olan sadə isimlər haqqında danışdıq və daha sonra düzəltmə isimləri haqqında danışdıq və düzəltmə isimlərdən biz adlardan düzəldən leksik şəkilçisi haqqında danışdıq. Həm milli, həm alınma, həm də qeyri-məhsuldar şəkilçisi haqqında məlumat verdik. Növbəti video dərsimizdə isə biz feillərdən düzələn leksik şəkilçilər haqqında danışacağıq və daha sonra mürəkkəb feillər və onların yarıma yolları haqqında danışacağıq. Növbəti video dərsdə görüşmək ümidi ilə.